Bəlkə məsəl üçün onun biznesləri var da, o biznesləri var, digər məsələləri var. Adam yəni həyatında alıb sürmək istəyir. Niyə də olmasın ki, Olmaz, yəni? olmaz. Deyim nəyə görə olmaz? bəli. Baxın, bizim məsəl üçün belə deyək də, mən ölkəyə nə qədər qatqı verirəmsə, o qədər ölkədən götürə bilməliyəm. Mən əminliklə sizə deyirəm ki, Azərbaycanda əksər biznesmen yaradıcı deyil. Sadəcə Allahdır da, bu mən onunla şey eləyə bilmirəm. Allah müxtəlif yerlərdən ona verir. Amma əgər ki doğrudan da o biznesmen olsa, doğrudan da əsl qazanclar əldə eləsə, deyir ki, qonşum ac olanda mən yeməməliyəm. Yəni peyğəmbərləri qonşun acırsa sən yeyirsən, günahkarsan. Əgər Azərbaycanda orta yaş 19 yaşdırsa və mən doğrudan da Azərbaycanda bir liderəmsə, doğrudan da səmimi liderdən söhbət gedir. O söhbət gedir qulluqdan, qulluqdan. Öz həyatını yaşayırsan, nə vaxta qədər yaşayacaqsan? Nə zənginlər getdi bu ölkədən? Nə milyonerlər getdi? Nətər getdilər? Xəstəlik, heç kəs birisi nətərdir? Əgər ki mən öləndə, belə bu YouTube-da, elə bu şeydə hamı deyəcək ki, Allah rəhmət eləsin Şahinə. Bu da əsas zənginlik. Amma nə qədər zəngin adam öldü, onun qəbrinin üstünə gedən olmadı. Düz deməli bu yanlış yaşayıb da. Deməli ki özdə ki belə də çox da uzun həyatımız yoxdur. Mənim 43 yaşım var. Bundan sonra 30 il belə bir şey deyim sizə. Xeyrullah mən də maşın sürə bilirəm də. Mənim maşınım yoxdur. Və yaxud da ki mən də rahatlıqla işimi görə bilərəm də. Mən hətta nə edə bilərəm? Sizin səhvinizin üzərindən iş qura bilərəm ha. Yavını görürəm. Mən hamısını bilirəm axı arıcılıqla tərk edəcək. 3 il, 5 il, 7 il əzbər bilirəm. 3 ildən sonra sizi bugün maşın sataram. 3 ildən sonra sizə zapsa sataram. Olmazmı elə biznesimi daha da gürlandıram, gedim özümə Range Rover verirəm. Amma olmaz. Amma olmaz. Biz ölkə olaraq kasıbıq. Mənim qonşularım kasıbdır. Yəni belə məcazi mənada deyirəm. Mənim xalqım kasıbdır. Mənim GDP-im aşağıdır. Mən əgər Dubai kimi olsam, onda hamı olsun. Mən Qətər kimi olsam, onda qoy hamı olsun. Amma o vaxta qədər gəlin İnsaniyyət naminədir. Mən niyə özümü sənə göstərməliyəm? Yəni mən Azərbaycanlı olaraq səndən nə artığam? Demirəm, amma çox cüzi bir kontingent var. Onlar dünyaya işləyirlər. Onlar Rolls-Royce sürə bilər. Onlar tutaq ki BMW Simyorka sürə bilər. Çox dar bir var da ölkənin dünyaya çıxan elitası var. Başa düşürəm mən buna. Amma o faiz oranında 0,1% belə deyil. O açıq məsələ deyim ki, o bahalı maşınlar özü statusdur. O şey Nəyin statusudur?